Hörmətli əziz dostlar, sevimli izləyicilər. Sizinlə mən Orxan Abdullayev. Dana qara ciyəri. Bişirmə və qızardılma üsulu. Təbii ki, hərə öz üsul əsnasında nəyəsə hazırlayır, bişirir və s. və s. Mən də öz üsulumla. Deməli, qaraciyərin pərdəsini çıxardaraq, soyaraq, onu qəşəng yuyursunuz və uzun dördkünc şəkildə doğrayırsınız. Duz istiyor, təbii ki, dad verilməsi üçün. Ondan sonra unda əliyib və yağlı tavada qızardırsınız. Adamlar var deyir, ilk dəfədir mən qaraciyəri una ələməsini eşidirəm və yaxud görürəm. Bu normal bir haldır, çünki qulaq hər gün bir söz eşitməsə və göz hər gün bir nəsə görməsə, kar və kör olar. Elə bir ərəfədə, elə bir zamanda yaşayırıq ki, nəyisə bir-birimizdən görərək, eşidərək öyrənirik, əziz dostlar. Amma çox gözəl olur. İnsanlar var ki, deyir, misal üçün, balığı ona görə una əliyirlər ki, yanmasın. Xeyr, yanlışdır. Balığı unsuz qızardanlar da var, amma heç də yanmır. Sadəcə un bir xırıltama verir. Yəni belə xırçıllıq verir. Burada da həmçinin, hörmətli əziz dostlar. Yəni qaraciyərlə cızbız kimi də bişirirlər. Ümumiyyətlə qaraciyərdən bir neçə cür və fərqli üsullarda yeməklər hazırlanır. Bugün sadəcə boş qaraciyər. Adam var deyə bilər ki, bəs yanında kartof, nə bilim nə. Əlbəttə bilirəm. Amma heç nə istəmədim. Sadəcə sırf qaraciyərin özünü. Heç də. Mənə baxanlar xoş və hal-hazırda mənimlə yemək yeyənlərə nuş. İnşallah növbəti daha ləziz, fərqli yeməklər paylaşım videolarında görüşərik.